Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 2026-cı ilin aprel-may aylarında Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq sertifikasiya imtahanının Azərbaycan dili nümunə suallarının izahlarını paylaşacağım. Bu artıq 3-cü və ya 4-cü nümunə izahdır. Bundan əvvəl bir neçə izah paylaşılıb. Kanala daxil olaraq həmin izahlara da baxa bilərsiniz. Kanala abunə olun ki, bundan sonraki paylaşımlardan da faydalana biləsiniz. Eyni zamanda bizim dünən, yəni martın 2-sində sıfırdan yeni bir onlayn qrupumuz dərslərə başlayıb. Dərslərimiz həftədə 3 dəfədir. Bu 3 dərsin biri hər həftənin 6-cı günü mətnlərin canlı yayımda izahından ibarətdir. Yəni bir gün sırf olaraq mətnlərin canlısıdır. Digər 2 dərsimiz isə mövzuların sırayla tədrisi və təşkilidir. Bütün mövzuların bir-bir hər birinin video izahı var. Ev tapşırığın testlərinə qədər, dərsdə işləyəcəyiniz bütün sınaqlara qədər hər birinin video izahları qrupa göndərilir. Tam ətraflı məlumat üçün 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayıb dərslərə gec olmadan qoşula bilərsiniz. Gəlin keçək sualların izahına. Birinci sual. Elə sözünün əvəzlik kimi işləndiyi cümləni müəyyən edin. Elə yar-yar deyirlər, heç məni demirlər, ay sona bülbüllər. Baxın, elə sözü burada suala cavab vermir. Yəni, necə yar-yar deyirlər, elə demək olmaz. Elə burada suala cavab verməyən ədatdır. Elə dostdan kimin ciyər? Sual ver indi eləyə. Necə dostdan? Necə sualına cavab verən elə sözü sifətin yerində işlənmiş əvəzlikdir, özündən sonra dost ismi gəldiyinə görə. Deməli, B variantı uyğundur. Elə söhbətə başlamışdım ki, Əli içəri girdi. Necə söhbətə başlamışdım demirəm. Yəni, təzəcə söhbətə başlamışdım. Elə söhbətə başlamışdım, elə burada oldu. Ədat. Bu işi vaxtında elə. Nə et? Burada eləmək feildir, əvəzlik deyil. Elə uşaqlar da siz deyəni deyir. Necə uşaqlar da siz deyəni deyir? Sual verə bilmirəm, çünki elə sözü burada yenə də ədat mövqeyində işlənmişdir. Doğru cavabımız olacaq B variantı. İkinci sual. Yazılışı və tələffüzü fərqlənməyən sözlər cərgəsini istəyir bizdən. Güllə 8. Güllə fərqlənmir, amma 8 sözü tələffüzdə olacaq 8. Çünki K, G kimi tələffüz olunur. Bu fərqlənir. A variantı 8-ə görə olmaz. Əvvəl sözünün yazılışı və deyilişi fərqlənmir, hətta sözü fərqlənir. Tələffüzdə olacaq hət-da. D kimi tələffüz olunur. Həttaya görə B də olmaz. 9 sözünün tələffüzü olacaq doqquz formasında. Kassa fərqli tələffüz olunmur. 9-a görə C variantı da olmaz. Əlbəttə sözünün tələffüzü olacaq əlbəttə formasında D kimi tələffüz olunur. Eyni zamanda 8 sözü də bu hissədə yazmışam. G kimi tələffüz olunur. Yəni heç biri uyğun deyil. Rəssam, qüvvət. Hər iki söz yazıldığı kimi tələffüz olunur. Çünki SS və VV yazılışı və deyilişi fərqlənməyən qoş əsametli sözlərdir. Doğru cavabımız olacaq Y variantı. Üçüncü sual. Nənəm bizə kənddən ağartı gətirmişdi cümləsindəki düzəltmə söz hansı nitq hissəsindən yaranmışdır? Biz əvvəla düzəltmə sözü tapmalıyıq. Nənəm, mənim nənəm mı burada mənsubiyyətdir, sadə sözdür. Bizə yönlü haldır, sadə sözdür. Kənddən, dan-dən çıxışlı haldır, sadə sözdür. Ağartı, ağdan ağarmaq, ağartı əmələ gəlir. Gətirmək də miş və di qrammatik şəkilçiləri ilə ş düşməyib burada. Sadə sözdür. Yəni, burada düzəltmə sözümüz oldu ağartı sözü. Sözün hansı nitq hissəsindən yarandığını müəyyənləşdirmək üçün tərkibindəki sonuncu leksiki silməliyik. Sonuncu leksik burada t-dır. T-nı sildim. Yerdə nə qaldı? Ağar. Yəni, ağarmaq feili. Deməli, ağartı ismi ağarmaq feilindən yaranmışdır. Doğru cavab olacaq C variantı. Burada siz sözün kökünü ağ sifəti götürə bilməzsiniz. Əgər sözün kökünü istəsə, şərtdə deyər ki, kökü hansı nitq hissəsidir. Kökünü yazar şərtdə. Kökünü istəmirsə, yarandığı nitq hissəsini istəyirsə, sonuncu leksiki cümlədən çıxarıb yerdə qalanı biz qeyd eləməliyik. Yerdə qalan da ağarmaq feilidir. Dördüncü sual. Hansı cümlədəki kimi sözü həm qoşma, həm də sual əvəzliyi kimi başa düşülə bilər? Məktəbə kimi yola saldınız? Burada iki cür düşünə bilərəm. Əgər kimi sual əvəzliyidirsə, o suala cavab verməlidir. Məktəbə kimi yola saldınız? Deyirəm ki, məktəbə Əlini yola saldım.
Deməli, kimi sual əvəzliyi kimi düşünülə bilir. Bir də var deyə bilərəm ki, məktəbə kimi yola saldınız, məktəbə qədər yola saldınız. Bu formada oldu kimi qoşma. Elə A variantını iki cür düşünmək olar. Dostların kimi danışma, kimi burada qoşma kimi işlənib. Kimi burada sual əvəzliyi deyil. Çünki sual əvəzliyi olsaydı bir sual cümləsi olardı. Həmin suala cavab tələb eləyərdi, uyğun deyil. Kimi danışır, kimi susur. Burada kimi danışır, kimi susur. Qeyri-müəyyən əvəzlik kimi işlənib. Nə qoşma deyil, nə sual əvəzliyi deyil. Sən kimi soruşursan, kimi burada sual əvəzliyidir. Amma qoşma kimi işlənə bilməz. Yalnız sual əvəzliyi kimi işlənir. Ona görə D variantda uyğun deyil. Görünmə gözlərimə bir röya kimi. Röya kimi. Kimi burada qoşmadır. Sual əvəzliyi kimi düşünülməz. Çünki sual məzmunu yoxdur. Doğru cavabımız olacaq A variantı. Davam edirik 5-ci sualdan. Hansı cümlədə zərfin quruluşca hər üç növünə aid sözlər var? Bu qığılcımların közərtisi içində gəldiyi yolu addım-addım qayıtmağa başladı. Addım-addım. Burada bir dənə mürəkkəb zərf var, digərləri yoxdur. Çoxdan doğmalarından ayrılmış, indi evinə qayıdan adam kimi birdən-birə ruhuna sevinç hakim oldu. Çoxdan nə zaman? Çox sayından çoxdan düzəltmə zərfi əmələ gəldi. İndi nə zaman? Bu da sadə zərfdir. Deməli, düzəltmə zərfdir. İndi sadə zərfdir. Evinə qayıdan adam kimi birdən-birə ruhuna sevinç. Necə, nə cür birdən-birə? Bu da mürəkkəb zərfdir, birdən-birə. Deməli, həm sadə, həm düzəltmə, həm də mürəkkəb zərf B variantında işlənib. İndi gərək buralara da bir qədər öyrəşəsən. İndi sadə zərfdir. Buralara, burada sadə zərfdir. Çünki lar və a qrammatik şəkilçidir. Bir qədər öyrəşəsən. Bu da mürəkkəb zərfdir. Burada sadə və mürəkkəb var, amma quruluşca düzəltmə zərf yoxdur. O indi geriyə tək qayıdırdı. İndi sadə zərfdir. Geriyə sadə zərfdir. Tək sadə zərfdir. Burada 3 dənə zərf var, amma üçü də quruluşca eynidir. Ona görə D variantı olmaz. Onda da indiki kimi yolunu səbirsizliklə gözləyirdim. Onda nə zaman? Onda. Bu oldu quruluşca düzəltmə zərf. İndiki kimi yolunu səbirsizliklə necə? Bu da quruluşca düzəltmə zərfdir. Burada da yalnız düzəltmə zərf mövcuddur. Digər quruluşlar yoxdur. Düzgün cavabımız olacaq B variantı. Hər üç quruluş var. Bir daha qeyd edirəm ki, bizim martın 2-sində, yəni dünən sıfırdan yeni bir onlayn qrupumuz dərslərə başlayıb. Əgər siz də aprel-may imtahanlarında sertifikasiya imtahanına gedəcəksinizsə, bu qrup sizin üçün sonuncu şans ola bilər. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri hər həftənin 6-cı günü saat 12-də mətnlərin canlı yayımla izahı ilə təşkil olunur. Bu canlı yayımı sadəcə qrupa qoşulan müəllimlər görə bilir. Həftənin bir gününü sırf olaraq mətnlərə ayırırıq. Digər 2 dərsimiz isə sırayla mövzuların tədrisi və təşkilidir. Bütün mövzuların bizdə video izahı var. Sırayla hər bir mövzunun izahları dərs zamanında hər bir mövzuya sınaqlar və onların izahları göndərilir. Ətraflı məlumat üçün 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Davam eləyək 6-cı sualdan. Hansı cümlənin mübtədası söz birləşməsi ilə ifadə olunmayıb? Vətəni sevmək hər bir gəncin borcudur. Gəncin borcudur nə? Vətəni sevmək, maqmək, məstər özündən əvvəl vətəni sözünün də tərkibinə daxil eləyib və məstər tərkibi, yəni söz birləşməsi yaradıb. Burada var. Hüseyn Cavid mənzum dramaturgiyamızın banisidir. Dramaturgiyamızın banisidir. Kim? Hüseyn Cavid. Bu mürəkkəb addır. Mürəkkəb ad təbii ki, söz birləşməsidir. Günəbaxan faydalı bitkidir. Nə günəbaxan? Burada günəbaxan mürəkkəb sözdür. Yəni sözdür. Söz birləşməsi deyil. Sözlər quruluşca 3 qrupa bölünür. Sadə sözlər, düzəltmə sözlər və mürəkkəb sözlər. Bu quruluşda olan bütün sözlər sözdür. Söz birləşməsi deyil. Yəni sadə də, düzəltmə də, mürəkkəb də mübtəda zamanı, mübtəda vəzifəsində işləndiyi zaman sadə cümlə üzvü hesab olunur. Çünki sözdür. Mürəkkəb mübtəda olmalıdırsa, bu söz birləşməsi olmalıdır. Günəbaxan da burada sözdür. Sözdürsə deməli sadə mübtədadır. Ona görə söz birləşməsi deyil, C variantına uyğundur. Vətən uğrunda şəhid olanlar unudulmamalıdır. Unudulmamalıdır kim? Vətən uğrunda şəhid olanlar. Baxın, an, ən, fe'li sifət. Özündən əvvəlki ifadələri tərkibinə birləşdirdi, oldu fe'li sifət tərkibi. Yəni söz birləşməsi ilə ifadə olunmuş mübtəda.
Xudaya, insanın halı yamandır. Nələr çəkdiyimiz sənə əyandır. Sənə əyandır nə? Nələr çəkdiyimiz. Dıq sözcəlinsin mənsubiyyət, fe'li sifət, nələr sözündə birləşdirdiyi oldu. Mübtəda vəzifəsində olan fe'li sifət tərkibi, yəni söz birləşməsi. Bu da uyğundur. Uyğun gəlməyən olur. C variantı. 7. Hər kəsin içində dediklərim ancaq sənə aiddir cümləsinin sintaksi təhlil sxemi. Baxın, burada aiddir xəbər götürürəm, sonra baxıram ki, sənə aiddir deyir. Aid sözü çünki qoşma kimi işlənə bilən sözdür. Yönlük hallı sözə qoşulan qoşma sənə aiddir cümlənin xəbəri olacaq. Sənə şəxs əvəzliyi yönlük haldır, aiddir də yönlük hala qoşulan qoşmadır. Ancaq sənə aiddir, yalnız sənə aiddir. Bu ədatda təhlil olunmur. Nə ancaq sənə aiddir? Hər kəsin içində dediklərim. Dıq üstəgəlinsin mənsubiyyət bu fe'li sifətdir. Özündən əvvəlki sözləri öz tərkibindən yığdı, oldu bütövlükdə fe'li sifət tərkibi. Yəni bu cümlədə bir dənə mübtəda var, bir dənə xəbər var, ancaq da təhlil olunmur ədat olduğuna görə. Doğru cavab B variantı. İkinci dərəcəli üzv yerində işlənən isim birləşmə hansıdır? Mənim oxumağımı təriflədilər. Nə etdilər? Təriflədilər. Kim? Onlar. Bu cümlədə mübtəda buraxılıb, onlar sözüdür. Nəyi təriflədilər? Mənim oxumağımı. Mənim oxumağım bu yəli mənsubiyyətlə ifadə olunmuş ismi birləşmədir və cümlə üzvünə görə tamamlıqdır. Tamamlıq ikinci dərəcəli üzvdürmü? Bəli. Deməli, A variantı doğru cavabdır. Bu sənin vəsiqəndir. Nədir? Sənin vəsiqəndir. Nə bu? Mübtəda bu əvəzliyi ilə ifadə olunub, ismi birləşmə deyil. Gözümün nuru, yaxın gəl. Nə et? Gəl. Kim? Sən. Bu cümlədə mübtəda səndir, o da buraxılıb yoxdur. Gözümün nuru, bu vergüllə ayrılmış xitabdır. Xitab cümlə üzvü ola bilməz, ona görə C variantı doğru deyil. Daş hasarı sökdülər. Nə etdilər? Sökdülər. Kim? Onlar. Mübtəda onlardır. Buraxılıb o da. Nəyi sökdülər? Hasarı. Hansı hasarı? Daş hasarı. Burada yenə ikinci dərəcəli üzv yerində olan isim birləşmə yoxdur. Yəni ümumiyyətlə bir təhlil olunan isim birləşmə yoxdur. Həyətin qapısı açıldı. Nə edildi? Açıldı. Nə həyətin qapısı? Burada isim birləşmə var, amma mübtəda vəzifəsindədir. Yəni baş üzvdür. İkinci dərəcəli üzv deyil. Ona görə Y variantı olmaz. Doğru cavab A bəndi. Bəlkə biz də onunla danışaq cümləsində köməkçi nitq hissələrindən hansı işlənməmişdir? Bəlkə modal sözdür. Biz də bağlayıcıdır. Onun ilə danışaq. İlə də qoşmadır. Deməli, burada var modal söz. Biz də bağlayıcı. Onun ilə qoşma. 3 dənə köməkçisi var. İşlənməmişdir deyirsə, ədat nida işlənməyib. A bəndi. Bağlayıcı işlənib, qoşma işlənib, modal işlənib, qoşma bağlayıcı işlənib. Cavab oldu A variantı. Ədat nida. 10. Hansı nümunədə altından xətt çəkilmiş söz sayın sualına cavab verir? Biri elə deyirdi, biri də belə. Kim elə deyirdi? Biri, kim sualına cavab verən biri sözü qeyri-müəyyən əvəzlikdir, say deyil. Nümayəndələr bir zalı tərk etdilər. Sual ver, necə, nə cür tərk etdilər? Bu zərfdir. Necə sualına cavab verir. Tək o bizə gəlir. Yalnız o bizə gəlir. Bu suala cavab vermir, ümumiyyətlə ədatdır. Bizə bircə dəqiqə kifayət eləyər. Sual ver, neçə dəqiqə? Neçə sualı sayın sualıdırmı? Bəli. Deməli, bir burada say kimi işlənib, doğru cavab D variantı. Mən hərdən bir ora gedirəm. Sual ver, nə zaman? Nə zaman? Təbii ki, sayın sualı deyil, zərfin sualıdır. Ona görə Y variantı da uyğun deyil. Düzgün cavabımız olacaq D variantı. Dəyərli izləyicilər, bugünlük videomuzun sonuna gəldik. Kanala abunə olun ki, paylaşılan videolardan davamlı olaraq faydalana biləsiniz. Bizim dərslərimizlə maraqlananlar 055 418 82 02 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilər. Sağ olun. Digər izahlarda, digər videolarda görüşərik.